Mən Qəniyeva Lamiyə, 15 ilə yaxındakı sahə tibbatçısı işləyirəm. Bu işi sevməyimin ən böyük üstünlüyü odur ki, uşaqlarla çalışıram. Uşağın hər hansı bir şikayəti varmı? Peyvəndə çağırdığım vaxtda xahiş edirəm, müraciət gələrsiniz, peyvəndiniz olunsun. Olur, inşallah. Artıq bu bizim işimizin bir hissəsidir. Sahəni gəzməkdir. Biz sahədə hər gün iş saatımızdan öncə və yaxud da sonra 2 saatımızı sahədə keçirdirik. Uşaqlarımızla bir yerdə mütəmadi olaraq əlaqələrimiz var. Onların peyvəndləri, müayinələri hər zaman bizim diqqətimizdədir. Hər zaman onları vaxtında çağırırıq ki, gəlib peyvəndlərini və müayinələrini vaxtında olsunlar. Salam qızlar, necəsiz? Gününüz uğurlu olsun. Sağ olun. Salam doktor. Salam Arzu xanım, o gün verdiyim analizlər hazırdır. Çox sağ olun, təşəkkür. Mən artıq 15 ilə yaxında tibbatçı işləyirəm və bizim iş saatlarımız fərqli saatlardır. İşimi çox sevirəm. Bu işdə həmişə öndə olmağa və bacarıqlı olmağa çalışıram. Biz hər gün uşaqlarımız qəbula gələndə onların boy, kilo, baş çevrələrini ölçürük və onları həkim qeyd edir və ona uyğun persentlərinə qərar verir. Biz hər gün onlarla mütəmadi əlaqədəyik, çünki onların peyvənd təqvim planına əsasən hər aylarına uyğun peyvəndləri var və o peyvəndləri mütləq onlara bildiririk ki, sizin hansı gününüzdə peyvənd plana daxildir. İşimizin çətin və asan tərəfləri var. Çətin tərəfləri odur ki, məsələn, mütəvadi olaraq valideynləri hər ay peyvəndə dəvət eləyəndə deyirlər ki, sabah gələcəyik, amma sabah gəlmir. Sonra bir həftədən sonra yenə dəvət eləyəndə istər-istəməz adam biraz çəkinir, o qarşıdakı tərəfin sizə nə deyəcəyini bilmirsən. Amma çox şükür ki, sahəm çox yaxşı sahədir və insanları da bizə qarşı münasibəti çox yaxşıdır. Məsəl üçün, bir uşaq gəlir qəbula, biz onu boyunu ölçməliyəm, kilosunu ölçməliyəm, baş çevrəsini ölçməliyəm. Yəni uşaq bir yerdə dayana bilməyəndə bilmirsiniz onu necə tutasınız ki, persentlər dəqiq görünsün. Bizim deyir ki, çıxmıram tərəziyə. Biz ondan bir dillə razı salırıq ki, gəl çıx tərəziyə, evdə çıxdığında. Onların dili ilə danışıram. Ona görə də onlar, bəlkə də onlar məni ona görə elə çox istəyirlər. Ən böyük arzum uşaqlarla işləmək olub. Ona görə də bu işi sevərək eləyirəm. Bunu iş olaraq yox, gündəlik həyatım olaraq yerinə yetirirəm. Həmçə deyəndə mən neçə uşağım var, deyirəm ki, mənim 700, deyirlər ki, nəsəsən 700 uşağımı? Deyirəm ki, çünki onları mən o qədər sevirəm ki, onlara yeni doğulmuşlara o qədər qayğı ilə yanaşıram ki, fikirləşirəm ki, bu gecə onu çağırdım peyvəndə, getdi. Peyvənd olandan sonra görəsən necə oldu? Səhəri yenə əlaqə saxlayıram ki, məsələn, ehtiyac varsa gəl, ehtiyac yoxdursa, daim onlarla əlaqədəyim. Uşaqlar özləri çox gözəl bilir ki, mənim onlara qarşı olan xüsusi bir simpatiyam var. Onlara xüsusi smayliklər alıram. Hamısı ilə çox gözəl doğmalaşmışıq. Bu sahəyə təzə gələndə ilk gördüyüm valideynə biraz adam narahat olur da ki, bəlkə istəmir uşağına baxasan belə. Deyir ki, yox, deyir, o ağlayır ki, siz ona baxasınız. Mənə çox təəccüblü gəldi ki, mən bu qədər belə səmimi məni görür və ağlayır ki, mən ona baxım. Sonra onu aldım qucağıma, sakitləşdi və məndən anasına belə getmək istəmədi.